insanın somatik sağlamlığı, onun birinci həm ruhi sağlamlığı deməkdir. Sonra orqan sistemlərinin tam fizioloji normal işləməyi deməkdir. Özünü sağlam insan kimi təqdim etməyi də deməkdir. Sağlamlıq anlayışı çox böyük anlayışdır. Burada tək insanın orqan sistemlərinin fəaliyyəti, yəni fizioloji və fiziki sağlamlığı yox, eyni zamanda insanın həm ruhi sağlamlığında yanaşı olaraq qiymətləndirmək lazımdır. Ona görə sağlamlıq məfhumu çox geniş bir kompleks məfhumdur. Sağlamlıq insanın somatik sağlam insan deyir. Yəni insanın somatik sağlamlığı onun birinci həm ruhi sağlamlığı deməkdir. Sonra orqan sistemlərinin tam fizioloji normal işləməyi deməkdir. Mütləq vəhdət təşkil etməlidir orqan sistemlərin sağlam funksiyasına yanaşı. Və bu ümumi bir məfhumu nə dərəcədə ətraf mühit üçün əlçatan yararlı edə bilər həkim, insan, digər ixtisas sahibləri, o bizim düşündüyümüz sağlamlıq xüsusiyyətləri olan insanlar ətraf üçün nə qədər bu sağlamlığı ötürər, eyni zamanda sağlamlıq həm insanın daxili yox, kənarında olan hadisələrə düzgün yanaşması demək. Yəni özünü sağlam insan kimi təqdim etməyi də deməkdir.